Gelin Kamil Duniyev'in bir timsalında bütün o komandirlerimizi alkışlayalım. Bak böyle ne yaptı böyle tam seçimi komandirlerimiz var. Dəvət etdiyiniz üçün mən sizə çox sağ ol deyirəm və burada söz danışmaq mənim üçün çox çətindir, çox məsuliyyətlidir. Bugün əlbəttə ki, əlamətlər gündür, unudulmaz gündür. Biz həmin günlərin praktiki olaraq yaşayırıq. Fuad qardaşımızın anım günüdür və onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə quraşdırılmış bu gözəl və uca, möhtəşəm bayrağımızın müşayiəti olaraq, yəni ümumi olaraq asılmış bayrağımızın altında olan bu bulaq kompleksinin olması çox gözəl sözlər qeyd olundu. Mən Azərbaycan Respublikası müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında və onların ataları, anaları qarşısında, doğmaları qarşısında böyük ehtiram hissi ilə və böyük nəzakətlə baş əyirəm. Bu günlər əlbəttə əlamətlər gündür, unudulmaz gündür xatırlatdım. İlk olaraq bu gün, məhz bu gün qəhrəman qardaşımız, silahdaşımızın anım günüdür. Və eyni zamanda bu gün 9 noyabr olaraq bayraq günüdür. Və dünən biz Türk dünyasının böyük səfəri olan Zəfər gününü qeyd etdik. Bu bizim xalq olaraq, millət olaraq, bu bizim birliyimizin, bu bizim zəfərimizin, bu həqiqətən də qəhrəmanlığımızın böyük bir simvoludur. Və məhz buna görə də Dahi Bəxtiyar Vahabzadə daima söyləyirdi. Daim uzalasan savaş günündə, əskər silahı ilə bayrağım səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görüm. Şənini vəsf etməyə yetər, qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində ya qazi, ya şəhid bir mən bitər. Sənə Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Yağının min hiləsi, köydən kələk.